Xurşidbanu Natəvan sükutu seyr edir. Knyaz Xasay 2 addımlarla Xurşidbanının qarşısında dayanır. Çağrışın cənabları, indi buyurun, sizi dinləyəcəklər Banu bəy. Banu bəy, Xurşidbanu gülümsəyir. Mən sizin haqqınızda çox gözəl sözlər eşitmişəm. Bütün Azərbaycan sizinlə fərq etməlidir. Təşəkkür ederim Knyaz. Orta yaşlılıqca boylu bir zanişin otağa daxil və Xurşidbanının qarşısında dayanır. Hoş geldiniz Banu Bey. Bizi gördüğüne çok şadan. Rıza edilen paylaşın. Xurşidbanu və zanişin əyləşir. Sizin nəslinizə olan dərin hörmətimə əmin ola bilərsiniz. Əlbəttə, İbrahim xanın nəvəsinə General Məktubqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairsiniz. Xurşidbanu Natəvan razılıq əlaməti ilə gülümsəyir. Mən Azərbaycanlıların igidliyinə heyranam. Ancaq bu ordunun yarısı sizdən ayrıdır. Bu bizim faciəmizdir Knyaz. Qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırmaq ədalətli iş deyil. Canişin söhbəti dəyişir. Sizin Tiflisə təşrif buyurmağınız mənə məlumdur. Mən də ümid edirəm ki, atanızdan qalan mülkün bir hissəni sizə qaytarılsın. Mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm. Siz tək varsınız, o qədər mülkünə imzaladınız. Mən tək deyirəm Knyaz. Mənim yaşadığım Şuşa şəhərin əhalisi hələ də şor sürüsüdür. Kəndlərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir şey eləyə bilmirəm. Mən sizin xahişinizi olduğu kimi imperatora çatdıracağam. Ümid edirəm ki, İbrahim xanın nəvəsinin xahişini, köməyini əsirgəməz. Diqqətiniz üçün minnətdaram Knyaz. Sizdən yaxşı olmazma deyil. Şuşa, Xurşidbanu Natəvanın malikanəsi. Xurşidbanu Natəvan çoxlu insanın qarşısında dayanır. Sağ olun Banu bəyim. Gür meşələrin, səhv qayaların arasından uca qalaya bulaq çəkdiniz. Bu bulaq gələcək nəsillərə sizdən unudulmaz bir yadigardır. Mən əminəm ki, gələcək nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək. Varını verən utanmaz Banu bəyim. Siz əlinizdən gələni xalq üçün əsirgəmirsiniz. O kiçik bulaq sizin şərəfinizə gecə-gündüz nəğmələr oxuyacaq. Bulağın açılışı münasibəti ilə sabah bütün şəhər əhalisi mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü və yağ paylaşacaq.